Biz hər kəsin hər şeyi paylaşdığı bir dünyada yaşayırıq. Səhər yeməyinin bədii təqdimatından tutmuş tropik tətil selfilərinə qədər sosial media səhifələri sürətlə axan şəxsi anlar seli ilə doludur. Həyatın hər anı sanki ictimaiyyət üçün hazırlanmış bir tamaşaya çevrilib. Bu rəqəmsal səhnədə demək olar ki, hər kəs görünmək, bəyənilmək və təsdiq edilmək istəyir. Lakin bu ümumi axının tam əksinə gedən, öz şəkillərini heç vaxt paylaşmayan nadir insanlar qrupu var. Onlar rəqəmsal kölgələr kimidirlər, mövcuddurlar, aktivdirlər, lakin ekranda əks olunmaqdan çəkinirlər. Yəqin ki, belə birini tanıyırsınız, bəlkə də bu elə siz özünüzsüz. Bəs heç dayanıb niyəsini düşünmüsünüzmü? Bəyənmələrin, şərhlərin və paylaşımların bir növ sosial valyuta və təsdiqə çevrildiyi bir dövrdə hər kəsin bu oyunda iştirak etmək istədiyini güman etmək asandır. Amma bəziləri üçün öz şəkillərini paylaşmamaq sadəcə gizlənmək və ya rəqəmsal texnologiyalardan uzaq olmaq demək deyil. Bu, daha dərin elmi, psixoloji və fəlsəfi köklərə söykənən bir seçimdir. Əvvəlcə səbəblər sadə görünə bilər, diqqətə əhəmiyyət vermirlər və ya sadəcə çəkməyi sevirlər, paylaşmağı yox. Lakin psixologiya sahəsində aparılan araşdırmalar göstərir ki, şəkillərini paylaşmaqdan çəkinən insanların motivasiyası bir neçə mürəkkəb psixoloji faktordan qaynaqlana bilər. Onlardan bəziləri həqiqətən təəccübləndiricidir. Şəkil paylaşmayan insanların öz obrazları ilə münasibəti davamlı kənar təsdiq axtaranlardan köklü şəkildə fərqlənir. Onların özünə sevgisi daxildən gələn, özünə inamdan qaynaqlanan bir hissdir. Xarici təsdiq mexanizmlərindən asılı deyil, bəyənmələrin və şərhlərin miqdarı onların dəyərini müəyyənləşdirmir. Bu, psixologiyada daxili lokus nəzarəti adlandırılan bir anlayışla sıx bağlıdır. Bu şəxslər öz həyatlarına, əhval-ruhiyyələrinə və dəyərlərinə nəzarətin məhz özlərinin əlində olduğuna inanır. Kənar mühitin rəylərindən asılı deyillər. Filosoflar qədimdən bəri özünü bilmə prinsipini vurğulayır. Bu insanlar sanki öz dəyərlərini rəqəmsal tamaşaçıdan asılı etməyərək bu fəlsəfi prinsipə əməl edirlər. Özümüzü onlayn qoyanda ictimai tənqidə və mühakiməyə qapı açırıq. Psixoloji olaraq şəxsi bir şəklin hər kəsin şərh etməsi üçün açıq olması insana həssaslıq hissi verir. Bəzi insanlar üçün mühakimə olunma, tənqid edilmə və ya yanlış anlaşılma narahatlığı o qədər güclü olur ki, bu stressdən tamamilə qaçmaq ən asan həll yolu kimi görünür. Bu, sosial narahatlıq pozuntusu ilə əlaqəli olmasa da, müəyyən dərəcədə həddən artıq düşünmə meyli ilə izah edilə bilər. Onlar tənqidin potensial emosional yükünü rasional şəkildə dəyərləndirərək bunun qarşısını almağı seçirlər. İntrovertlər çox vaxt sosial mediaya məzmun istehlakçısı kimi baxırlar. Onlar üçün şəkil paylaşmaq sadəcə bir klik deyil, kütlə ilə enerji mübadiləsini tələb edən bir prosesdir. Psixologiyada bu enerji yorğunluğu kimi başa düşülə bilər. İntrovertlər enerjilərini daxili mənbələrdən bərpa edirlər və ictimai nəzarətlərin mərkəzində olmaq, bəyənmələrə cavab vermək, şərhləri idarə etmək onlar üçün emosional cəhətdən yorucu ola bilər. Onlar daha sakit, daha şəxsi məkanlarda və ya seçilmiş kiçik qruplarla ünsiyyət qurmağa üstünlük verirlər. Bu davranışın kökündə dayanan səbəbləri təkcə psixologiya ilə deyil, həm də fəlsəfi anlayışlarla izah etmək mümkündür. Məxfilik və şəxsiyyətin orijinallığı bu rəqəmsal abstinensiyanın əsas sütunlarıdır. Məxfilik bugünkü rəqəmsal dövrdə həqiqətən də lüks bir dəyərdir. Paylaşılmayan şəkil şəxsi həyatın kiber tampon zonasında saxlanılması deməkdir. Filosoflar məxfiliyi insan ləyaqətinin bir hissəsi hesab edirlər. Hər kəs nə qədər məlumat verdiyimiz barədə artan bir şuura malikdir və bəzi insanlar məlumat sızması riskindən narahatdırlar. Onlar üçün şəkil paylaşmamaq, özlərini ictimaiyyətin daimi nəzərindən qorumağın və həyatlarının hansı hissələrinin ictimai, hansı hissələrinin məxfi qaldığına nəzarət etməyin yeganə yoludur. Bu, özünü müəyyənləşdirmə hüququnun rəqəmsal təcəssümüdür. Bu davranışın bəlkə də ən dərin fəlsəfi qatı şəxsiyyət və orijinal olmaq istəyidir. Fəlsəfədə həqiqi öz anlayışı vacibdir. Sosial media isə adətən ideal öz, yəni həqiqətin filtrlənmiş, redaktə edilmiş və sosial cəhətdən arzu olunan versiyasını təqdim edir. Bəzi insanlar şəkil paylaşmağın bu maskalanma prosesinə qoşulmaq olduğunu hiss edirlər.
Onlar sosial media normalarına uyğun gəlmədikdə sadəcə daha orijinal və özünə sadiq olduqlarına inanırlar. Onlar öz həqiqi mənlərini bir şəkildə və ya təşkil olunmuş paylaşımda əks olunan bir anlıq performansdan daha çox şey kimi görürlər. Bu, varoluşçuluğun əsas prinsipinə, mövcudluq mahiyyətdən əvvəldir prinsipinə uyğundur. Onların həqiqəti ekranda deyil, təcrübədədir. Beləliklə, bu insanlar niyə şəkillərdən çəkinirlər? Bu, sadəcə öz güvənsizlik və ya həddən artıq egoistlik ilə bağlı deyil. Bu, daima görünməyi və təsdiq edilməyi tələb edən bir dünyada öz şəxsi məkanlarını, sakitliklərini və orijinallıqlarını qorumaqla bağlıdır. Onların kənar təsdiqə ehtiyacı yoxdur, çünki artıq öz dəyərlərini bilirlər. Bu, daxili müstəqilliyin və rasional seçim etməyin güclü bir təzahürüdür. Əgər bu yanaşma sizdə hər hansı bir təəssürat saxladısa, özünüzə bu tək sualı verin. Mən əlaqə qurmaq üçün paylaşıram, yoxsa görünmək üçün? Bu tək sual hər hansı bir selfidən və ya status yenilənməsindən daha çox sizin rəqəmsal psixologiyanız haqqında məlumat verə bilər. Rəqəmsal dünyada hər paylaşım bir səs vermə, hər paylaşmamaq isə bir manifestdir. İndi isə maraqlıdır. Siz hansısınız? Məxfiliyi qoruyan, öz güvəni yüksək olan, sakit introvert, mühakimədən çəkinən, yoxsa orijinallığının arxasınca gedən? Və əgər siz şəkil paylaşmağı sevənlərdənsinizsə, bizə öz psixologiyanızı və bu davranışın arxasındakı əsas motivləri şərhlərdə yaza bilərsiniz. İzlədiyiniz üçün təşəkkürlər.